Yaxın Şərqdəki vəziyyət Türkiyədə də diqqətlə izlənilir. Prezident Rəcəb Tayyip Ərdoğanın regiondakı vəziyyətlə bağlı bir sıra liderlərlə təmasları olub. Xarici İşlər Naziri Hakan Fidan da mövcud vəziyyətlə bağlı müzakirələr aparıb. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İran ətrafında yaranmış vəziyyətə növbəti dəfə münasibət bildirib. Türkiyə Prezidenti bəyan edib ki, əgər zəruri müdaxilələr edilməzsə, İranla bağlı vəziyyət bütün regional və qlobal təhlükəsizlik üçün ciddi nəticələr doğuracaq. Türkiyə Prezidenti bildirib ki, qardaş ölkə müharibənin dayandırılmasına çalışır. Bunun üçün prioritet atəşkəsə nail olmaq və dialoq üçün qapı aralamaqdır. Yeri gəlmişkən Ankaranın diplomatik səyləri də davam edir. Türkiyə Prezidenti NATO'nun baş katibi Rutte və Almaniya kansleri Merz ilə telefon danışıqları aparıb. Xarici İşlər Naziri Hakan Fidanın telefon diplomatiyası da davam edir. O, İordaniya və Balqaristan Xarici İşlər Nazirləri ilə müzakirələr aparıb. Hakan Fidan həmçinin Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla da bölgədəki vəziyyəti müzakirə edib.